Bugün iyun ayında bürclərin pul, iş və sevgi haqqında proqnozlarını danışacağım sizlərə. Əvvəl hər bürc haqqında ümumi pozitiv başlanğıc, sonra isə hər biri üçün ayrıca proqnoz səsləndirəcəm sizlər üçün. Videonu bəyənib kanala abunə olub rəy bildirin zəhmət olmasa. Gəlin başlayaq. Buğa. İyun ayında şans Buğa bürcünün tərəfində olacaq. Maddi rahatlıq, sevgi dolu anlar və yeni uğurlar həyatınıza rəng qatacaq. Əkizlər. Əkizlər bürcü üçün iyun ayı sürətli dəyişikliklər və gözlənilməz xəbərlərlə başlayır. Bu ay həyatınızda yeni qapılar açılır. Xərçəng. İyun ayında Xərçəng bürcünü emosional və gözəl yeniliklər gözləyir. Sevgi, ailə və maddi mövzularda vacib dəyişikliklər yaşana bilər. Şir. Parlamağa hazır olun, çünki iyun ayı Şir bürcü üçün uğur və diqqət ayıdır. Həyatınızın bir çox sahəsində ön plana çıxacaqsınız. Qız. İyun ayında Qız bürcü üçün zəhmətin bəhrəsi görünməyə başlayır. Yeni imkanlar və xoş dəyişikliklər sizi gözləyir. Tərəzi. Balans və harmoniya iyun ayında Tərəzi bürcünün əsas mövzusu olacaq. Sevgi və iş həyatında gözəl yeniliklər yaxınlaşır. Əqrəb. İyun ayı Əqrəb bürcü üçün güclü enerji və böyük dönüşlər gətirir. Maddi və emosional mövzularda şans sizinlə olacaq. Oxatan. Macəra və uğur dolu bir ay Oxatan bürcünü gözləyir. Yeni imkanlar və sürpriz xəbərlər həyatınıza dinamika qatacaq. Oğlaq. İyun ayında Oğlaq bürcü zəhmətinin qarşılığını almağa başlayacaq. İş və maliyyə sahəsində önəmli inkişaflar yaşanacaq. Dolça. Dolça bürcü üçün iyun ayı yenilik və ilham dövrüdür. Həyatınıza daxil olacaq dəyişikliklər sizi daha da gücləndirəcək. Balıq. İyun ayında Balıq bürcünü romantika, ilham və emosional yeniliklər gözləyir. Hissləriniz bu ay sizə doğru yolu göstərəcək. İyun ayında maliyyə mövzuları sənin üçün ön plana çıxacaq. Yeni qazanc yolları barədə düşündüyün planlar nəticə verməyə başlayacaq. İş həyatında daha aktiv və diqqət mərkəzində olacaqsan. Rəhbərlik sənin performansını yüksək qiymətləndirəcək. Gözlənilməz bir iş təklifi motivasiyanı artıracaq. Pul xərclərində isə ehtiyatlı olmaq vacibdir. Ayın ortalarında əlavə gəlir əldə etmək şansı görünür. Sevgi həyatında emosiyalar daha güclü hiss ediləcək. Münasibəti olan qoçlar partnyorları ilə ciddi söhbətlər edə bilər. Tək olanlar isə maraqlı biri ilə tanış ola bilərlər. Keçmişdən gələn biri yenidən gündəmə düşə bilər. Qısqanclıq və tələskən qərarlardan uzaq durmaq lazımdır. Dost çevrəsində yeni əlaqələr qurulacaq. Enerjin yüksək olduğu üçün hər kəs səninlə vaxt keçirmək istəyəcək. İyun ayı Qoç bürcü üçün dəyişiklik və irəliləyiş ayı olacaq. Buğa bürcü üçün iyun ayında maliyyə sabitliyi ön plana çıxacaq. Uzun müddətdir çəkilən zəhmətin bəhrəsini almağa başlayacaqsan. İş həyatında yeni məsuliyyətlər ortaya çıxacaq. Komanda daxilində söz sahibi olmaq imkanın artacaq. Ayın ilk həftələrində diqqətli qərarlar vermək vacibdir. Böyük alış-verişlər üçün doğru zaman olmayacaq. Pulunu düzgün idarə etsən ayın sonunda rahatlıq hiss edəcəksən. Sevgi həyatında isə romantik anlar çoxalacaq. Münasibəti olan buğalar gələcək planları haqqında düşünəcək. Tək olanlar gözlənilməz bir tanışlıq yaşayacaq. Hisslərini gizlətmək artıq çətin olacaq. Ailə daxilində xoş xəbərlər eşidilə bilər. Keçmiş problemlər yavaş-yavaş həll olunacaq. Ruhən daha sakit və güclü hiss edəcəksən. İyun ayı Buğa bürcü üçün bərəkətli və emosional keçəcək. İyun ayı Əkizlər bürcü üçün yeniliklərlə dolu olacaq. Maliyyə baxımından sürətli dəyişikliklər yaşana bilər. Gəlirini artırmaq üçün yeni ideyalar ortaya çıxacaq. İş həyatında aktiv görüşlər və danışıqlar olacaq. Uzun zamandır gözlədiyin xəbər nəhayət gələcək. Ayın ortalarında vacib bir qərar verməli olacaqsan. Tələskənlik maddi itkilərə səbəb ola bilər. Sevgi həyatında isə həyəcanlı günlər başlayır. Tək olan əkizlər çox diqqət çəkəcək. Sosial mühitdə maraqlı biri ilə yaxınlaşma mümkündür. Münasibəti olanlar arasında isə anlaşılmazlıqlar yaşana bilər.
Açıq danışmaq problemləri həll edəcək. Səyahət planları gündəmə gələ bilər. Enerjin yüksək olacaq və yeni insanlarla tanışlıq artacaq. İyun ayı əkizlər üçün hərəkətli və sürprizlərlə dolu keçəcək. Xərçəng bürcü üçün iyun ayında maliyyə məsələləri diqqət tələb edəcək. Gözlənilməz xərclər planlarını dəyişə bilər. İş həyatında isə səbrli olmaq vacib olacaq. Rəhbərliklə münasibətlərdə diqqətli davranmaq lazımdır. Yeni layihələr sənə uğur gətirə bilər. Ayın ikinci yarısında maddi vəziyyət yaxşılaşmağa başlayacaq. Əlavə qazanc imkanı qarşına çıxacaq. Sevgi həyatında emosional yaxınlıq artacaq. Münasibəti olanlar partnyorları ilə daha çox vaxt keçirəcək. Tək olan xərçənglər isə köhnə hisslərlə yenidən qarşılaşa bilər. Keçmiş münasibətlər barədə düşüncələr çoxalacaq. Ailə dəstəyi sənə motivasiya verəcək. Ruh halında dəyişikliklər yaşana bilər. Özünə zaman ayırmaq vacib olacaq. İyun ayı xərçəng bürcü üçün duyğusal və düşündürücü keçəcək. Şir bürcü üçün iyun ayında uğur və diqqət ön planda olacaq. İş həyatında böyük inkişaflar yaşana bilər. Yeni əməkdaşlıqlar sənə qazanc gətirəcək. Maliyyə baxımından şanslı bir dövr başlayır. Uzun müddətdir planlaşdırdığın layihə reallaşa bilər. Ayın ortalarında vacib bir görüş olacaq. Özünə inamın hər kəsin diqqətini çəkəcək. Sevgi həyatında isə ehtiras artır. Münasibəti olan şirlər romantik günlər yaşayacaq. Tək olanlar isə yeni bir münasibətə başlaya bilər. Keçmişdə yarımçıq qalan hisslər yenidən oyana bilər. Qısqanclıq problemlər yarada bilər. Dost çevrəsində populyarlığın artacaq. Yeni insanlarla tanışlıq həyatına rəng qatacaq. İyun ayı şir bürcü üçün uğurlu və enerjili keçəcək. Qız bürcü üçün iyun ayında iş həyatı çox aktiv olacaq. Yeni tapşırıqlar və layihələr gündəmə gələcək. Maliyyə baxımından planlı davranmaq vacibdir. Ayın əvvəlində əlavə xərclər çıxa bilər. İş dəyişmək istəyənlər üçün maraqlı təkliflər olacaq. Rəhbərlik sənin zəhmətini görəcək. Ayın sonuna doğru rahatlıq hiss edəcəksən. Sevgi həyatında isə qarışıq duyğular yaşana bilər. Münasibəti olanlar arasında anlaşılmazlıq mümkündür. Açıq ünsiyyət problemləri həll edəcək. Tək olan qızlar isə sakit amma dərin bir tanışlıq yaşayacaq. Keçmişdən gələn xəbərlər səni düşündürəcək. Sağlamlığına daha çox diqqət etməlisən. İstirahət etmək enerjini artıracaq. İyun ayı qız bürcü üçün məhsuldar və düşündürücü olacaq. İyun ayında tərəzi bürcü üçün balans qurmaq vacib olacaq. Maliyyə məsələlərində diqqətli addımlar atmaq lazımdır. Yeni investisiya planları gündəmə gələ bilər. İş həyatında isə yaradıcı ideyaların diqqət çəkəcək. Komanda daxilində nüfuzun artacaq. Ayın ortalarında vacib bir qərar veriləcək. Pul mövzusunda riskli addımlardan uzaq durmaq yaxşıdır. Sevgi həyatında romantika ön planda olacaq. Münasibəti olanlar birlikdə xoş planlar quracaq. Tək olan tərəzilər isə sürpriz tanışlıq yaşayacaq. Sosial mühitdə diqqət mərkəzində olacaqsan. Keçmiş münasibətlə bağlı xəbər ala bilərsən. Daxili rahatlıq üçün özünə vaxt ayırmalısan. Dostlarla keçirilən zaman sənə yaxşı təsir edəcək. İyun ayı tərəzi üçün harmoniya və yenilik ayı olacaq. Əqrəb bürcü üçün iyun ayında maliyyə yüksəlişi görünür. Uzun müddətdir gözlənilən qazanc əldə oluna bilər. İş həyatında rəqabət artsa da qalib tərəf sən olacaqsan. Yeni layihələr böyük uğur gətirə bilər. Ayın ilk günlərində vacib müqavilə gündəmə gələ bilər. Pul məsələlərində gizli planlarını hər kəslə paylaşma. Sevgi həyatında isə ehtiras və emosiyalar güclənəcək. Münasibəti olan əqrəblər ciddi qərarlar verə bilər. Tək olanlar isə sirli biri ilə tanış olacaq. Keçmiş münasibətlər yenidən gündəmə gələ bilər. Qısqanclıq problemlər yarada bilər. Ailə daxilində dəstək görəcəksən. Ruh halında dəyişikliklər hiss ediləcək. İntuisiyan çox güclü olacaq. İyun ayı əqrəb üçün güclü dəyişikliklər gətirəcək.
Oxatan bürcü üçün iyun ayında yeni imkanlar açılır. İş həyatında hərəkətli və məhsuldar günlər yaşayacaqsan. Xariclə bağlı işlərdə uğur qazanmaq mümkündür. Maliyyə vəziyyətində yüksəliş hiss olunacaq. Yeni qazanc qapıları açıla bilər. Ayın ortalarında vacib səyahət planı gündəmə gələcək. Pul xərclərində isə diqqətli olmaq lazımdır. Sevgi həyatında sürprizlər çox olacaq. Tək olan oxatanlar maraqlı biri ilə yaxınlaşa bilər. Münasibəti olanlar isə münasibətlərini daha ciddi mərhələyə keçirə bilər. Romantik anlar emosiyalarını gücləndirəcək. Dost çevrəsində yeni insanlarla tanışlıq olacaq. Enerjin yüksək olduğu üçün diqqət çəkəcəksən. Özünü daha azad hiss edəcəksən. İyun ayı oxatan üçün macəra və uğur ayı olacaq. İyun ayında Oğlaq bürcü üçün məsuliyyətlər artacaq. İş həyatında ciddi qərarlar verməli olacaqsan. Maliyyə baxımından isə planlı davranmaq uğur gətirəcək. Yeni əməkdaşlıqlar gəlirini artıra bilər. Ayın əvvəlində yorğunluq hiss edilə bilər. Səbrli olmaq sənə üstünlük qazandıracaq. Ayın sonunda maddi rahatlıq hiss olunacaq. Sevgi həyatında isə sakit amma dərin emosiyalar yaşanacaq. Münasibəti olan oğlaqlar gələcəklə bağlı danışacaqlar. Tək olanlar isə iş mühitində biri ilə yaxınlaşa bilər. Keçmişdə yaşanan problemlər həll olmağa başlayacaq. Ailə dəstəyi sənə güc verəcək. Özünə daha çox zaman ayırmaq vacibdir. Stressdən uzaq qalmağa çalış. İyun ayı Oğlaq üçün zəhmətin qarşılığını almaq ayı olacaq. Dolça bürcü üçün iyun ayında yenilik enerjisi güclü olacaq. İş həyatında fərqli ideyaların diqqət çəkəcək. Yeni layihələr maddi qazanc gətirə bilər. Komanda daxilində liderlik xüsusiyyətin ön plana çıxacaq. Ayın ortalarında sürpriz xəbər ala bilərsən. Pul məsələlərində risk etməzdən əvvəl düşünmək vacibdir. Gələcəyin üçün yeni planlar quracaqsan. Sevgi həyatında isə maraqlı dəyişikliklər yaşanacaq. Tək olan dolçalar ani bir tanışlıq yaşayacaq. Münasibəti olanlar isə əlaqələrini gücləndirəcək. Romantik söhbətlər münasibəti daha yaxın edəcək. Sosial çevrən genişlənəcək. Yeni dostluqlar sənə motivasiya verəcək. Enerjin yüksək olacaq və diqqət çəkəcəksən. İyun ayı dolça üçün dəyişiklik və ilham ayı olacaq. Balıq bürcü üçün iyun ayında emosiyalar ön planda olacaq. Maliyyə məsələlərində daha diqqətli olmaq lazımdır. Gözlənilməz xərclər ortaya çıxa bilər. İş həyatında isə yaradıcılığın sənə uğur gətirəcək. Yeni layihələrdə adın ön plana çıxa bilər. Ayın ikinci yarısında maddi vəziyyət yaxşılaşacaq. Uzun zamandır düşündüyün planlar həyata keçə bilər. Sevgi həyatında romantika güclü hiss olunacaq. Münasibəti olan balıqlar daha yaxın münasibət yaşayacaq. Tək olanlar isə taleyüklü bir tanışlıq edə bilər. Keçmişdən gələn biri yenidən həyatında görünə bilər. Hisslərini gizlətmək çətin olacaq. Ruhən sakitləşmək üçün özünə zaman ayırmalısan. Musiqi və sənət sənə yaxşı təsir edəcək. İyun ayı Balıq bürcü üçün duyğusal və ilham verici keçəcək.